Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində, yəni şəhərin özündə indi konkret arada olmaq haqqında mən sizə məlumat verməliyəm. Deməli 5,2 sot torpaqda bax qarşıda gördüyünüz belə 2 mərtəbəli həyət evi satılır. Birinci mərtəbədə deməli 1 zal 2 otaqdır, təmirlidir. Burada təmirsiz, yəni bir balaca, bax bu evin üst tərəfində olan ərazini deyə bilərəm, ancaq evin içərisində həqiqətən çox keyfiyyətli materiallar ilə təmir olunub. 5,2 sot torpaqda yerləşir. Yenidən mən sizə bax bu navesin alt hissəsini göstərirəm. Deməli navesin alt hissəsi altının 24 metrdir. Qarşıda isə bağçasını görürsünüz. Bağçasında təxminən belə deyim də 7-8 ağac növ var. Yenidən mən sizə bax bu həyət evinin deməli bağçasını göstərdim, navesin alt hissəsini göstərdim. Ancaq çox xahiş edirəm bir balaca səbirli olun, çünki 2 mərtəbəlidir. Birinci mərtəbədə bir böyük sal, eyni zamanda 2 böyük otaq, ikinci mərtəbədə bir böyük sal, 3 otaqdır. Yəni 2 böyük sal, 5 otaq. Burası isə letni mətbəxdir. Qarşıda siz deməli qladovkanı görürsünüz. Hardasa 2-nin 5-ə qladovkası var. Bax bura deməli letni mətbəxdir. Bu cür dedim. İndi isə birinci mərtəbənin zalına keçirəm. Buranın uzunluğu 15 metr, eni isə 6 metrdir. Bax polunu görürsünüz, çox möhkəmdir. Divarını görmək mümkündür. Hardasa 60 santimetrdir. Yəni birinci mərtəbədə bu cürdür. Yenidən mən sizə zalını göstərirəm. Bax, həqiqətən çox əla və keyfiyyətli təmir olunub. İnsə otaqlardan dediyim kimi birinci mərtəbədən bir böyük sal, eyni zamanda 2 böyük otaqdır. Buranın ölçüsü deməli 4-ün 6-yadır. Bax, birinci mərtəbədir. Polunu mən sizə göstərirəm. Eyni zamanda qapılarını görmək mümkündür. Həqiqətən bax bu materiallar özləri indi ikinci mərtəbədə də görərsiniz. Çox keyfiyyətli materiallardır. İndi isə birinci mərtəbədə 4-ün 5'e olan otağı göstərirəm sizə. Bax, belə bir həyət evinin qiyməti 280.000 manatdır. Şəhərin özüdür. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Yenidən mən sizə birinci mərtəbənin zalını göstərirəm. İkinci mərtəbə bundan da çox əla və keyfiyyətli təmir olunub. Çox yaxşıdır. İndi isə ikinci mərtəbəsinə qalxıram. Çox yaxınlıqdan 19 nömrəli marşrut işləyir. Mənə elə gəlir ki, 19 nömrəli marşrut bir istiqamətdə işləyir. Bu haqda sözünüz elə bir dəqiq məlumatım yoxdur. İndi isə deməli mən ikinci mərtəbəyə qalxıram. Bax, siz deməli pilləkəni görürsünüz, çox möhkəmdir. Bax, yenidən mən sizə pilləkəni göstərirəm. Mənə elə görə qoz ağacından yığılıb. Yəni həqiqətən bu cür belədir. Bax, indi mən qalxıram. Heç bir səs yoxdur. Burası deməli holdur. Yəni ikinci mərtəbənin sol tərəfdə hamamıdır. Birinci mərtəbədə hamamı var idi, ancaq oranın dəsini çəkmədim mən. Bax, bura deməli hamamıdır. İkinci mərtəbənin bax belə bir həyət evinin qiyməti 280.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası bu zonadır. 128,4 kvadrat metrdir. Deməli bu həyət evi harada yerləşir? Bax, ümumi deyim də Vostok kimi tanıdığımız bir yeməkxanaya yaxın bir ərazi. Yeməkxana deyəndə kafe də deyə bilərəm, restoranda deyə bilərəm, ancaq yeməkxana dedim. Burası ikinci mərtəbədə olan mətbəxdir, yəni zimni mətbəxdir. 4-ün 5-ədir. Yenidən polunu göstərirəm. Ola bilsin ki, deməli mənə elə gəlir ki, bir dənə bax bu evin üzərində bir balaca harasa iş olmalıdır. Çünki bax bu yenidən təkrar edirəm bu sözü. Materialları bax çox əladır. Keyfiyyətli materialdır. Burası 9'un 6'yadır. Bax, ikinci mərtəbənin zalıdır. Bu cürdür. 128,4 kvadrat metrdir. Həmin Vostok dediyim yeməkxanaya yaxın bir ərazidir. Yaxın dedikdə mən demirəm onun yanındadır. Ancaq həmin əraziyə yaxındır. Burası deməli 4'ün 5'ədir. Bax, yeni hündürdür. Hündürdür. Gördüyünüz kimi həqiqətən 2 qat kubiklə hörülüb. Bax, buranın isə ölçüsü yenidən mən sizə deməli 2 qat necə hörülüb onu göstərdim. Buranın ölçüsü 9'un 5'ədir. Deməli bu yaxınlıqda hansı məktəblər var? 10 nömrəlidir bu tərəfdən.
Bu tərəfdən 10 nömrəlidir, aşağıdan isə 36 nömrəlidir. Təxminən ərazinin harada olmağını gördünüz. Bura isə 6-nın 6 otaqdır. Deməli, birinci mərtəbədə bir böyük zalı, 2 böyük otağı, ikinci mərtəbədə bir böyük zalı, 3 otağı olan, bax belə bir həyət evinin qiyməti 280 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Vostok dedikdə yəqin ki bilirsiniz, Vtoroj çasdadır. Belə deyim də, fövqəladə halların binasının bax həmin əraziyə yaxındır. Bax demirəm yanındadır, yenə deyirəm. Ümumiyyətlə bu Vostok sözünə görə dedim ki, yəni başqa regionlardan da bilsin haradır. Fövqəladə halların binasına yaxındır. Döngədə yerləşir, ancaq döngəsi böyükdür. Yəni kiçik döngə deyil, yan-yana ola bilsin 3-4 maşın bax keçər. Bax belə bir döngədir. Bax belə, yenidən otaqların necə yerləşməyini sizə göstərirəm. Sizlərə uğurlar.